20 gün bundan qabaq bir qardaş, agronom qardaşlarımızdan biri bu mövzu ilə əlaqədar zəng gəlmişdi. Bir həftə bundan qabaq da bir yoldaş zəng elədi. Dünən də, bugün də bir yoldaş zəng elədi və eyni mövzuda müraciət etdi və saatlarla danışası oldum. Yəni bu mövzu xüsusilə də istixanalarda gübrə rasionlarının hesablanması mövzusundan söhbət gedir. Yəni zamanla onsuz bağlarımız da, xüsusilə intensiv bağlarımız da günlük və ya həftəlik qida rasionlarına keçəcək. Birinci, yəni demək istədiyim, günlük qida rasionu nə deməkdir? Birinci onu anlayaq. Yəni bitki gün ərzində azot, fosfor, kalium, kalsium, magnezium, kükürt, dəmir, sink, bor, mangan, molibden, mis, nikel, kobalt kimi elementlərdən hamısına ehtiyac duyur. Yəni bir anda hamısına ehtiyac duyur. Da martda fosfora ehtiyac duysun, apreldə azota, mayda kaliuma, nə bilim, iyunda magneziuma, payızda dəmir və s. şəklində bitkinin elə bir ehtiyacı yoxdur. O şəkildə gübrələməklə bitkinin düzgün bir şəkildə ehtiyacını təmin etmək mümkün deyil. Xüsusilə də intensiv bağlarda hər ağacın kiçik bir kök əhatəsi var və maksimum bir ağac yarım kub rizosferə sahibdir. Yarım kub rizosfer daima tək tərkibli gübrələrə məruz qaldığı üçün torpağın ekosistemi korlanır. Yəni torpağın 30 santimetrlik struktur tərkibi absorpsiya funksiyonallığını itirir, pozulur funksiyonallıq. Hansı ki 30 santimetrdə torpağın gil tərkibi və yaxud karbonat anyonları 30-60 santimetrdə olan mineralları absorpsiya edir, diffuziya yolu ilə daşınan katyonları tutur və daima katyonik bazasını sabit tutmağa çalışır. Amma intensiv bağlarda bu şəkildə, yəni monotərkib gübrələmələr aparmaq zamanla alınmayacaq. Bəzən də bağlarda görürəm ki, problemlərin başında da elə monotərkib gübrələmələr durur. Harca klasik bağlarda kök quruluşu daha iri calaqaltılarda olduğu üçün bu mümkün sayılsa da müasir, intensiv bağlar üçün, super intensiv bağlar üçün nəzərdə tutulan calaqaltılarda bu heç də mümkün olmayacaq zamanla. Məcburən günlük rasionlar və yaxud 3 günlük və yaxud həftəlik qida rasionlarına keçiləcək. Yəni demək istədiyim bitkinin tutaq ki, may ayında ancaq fosfora ehtiyacı yoxdur. May ayından tutmuş sentyabr ayına qədər bütün qidaların hamısına, bütün elementlərin hamısına, birinə çox, birinə az olmaqla tərkib dəyişə bilər. Amma bütün hallarda bütün elementlərə hər zaman ehtiyacı var. Ola bilər, məsələn, martda daha çox fosfora ehtiyacı var, amma o demək deyil ki, onun bora və yaxud misə və yaxud molibdenə ehtiyacı yoxdur və yaxud nə bilim, kaliuma ehtiyacı yoxdur, azota ehtiyacı yoxdur. Nə qədər ki, ola bilər ki, martda az ehtiyacı olsun, amma yenə də ehtiyacı var. Nəysə, indisə bu nə deməkdir? Bunu deməli, günlük qida rasionu nə deməkdir? Onu izah eləməyə çalışır. Deməli, az öncə saydığım kimi 15-20 elementin qarışığından hazırlanan rasion günlük sulama suyu ilə az miqdarda seyrəldilib suvarma aparılır. Yəni sulama davam edir. Sulama suyuna qoşulub xüsusi ayırlayıcı makinelərlə 1 ton sulama suyuna 1 litrdən 10 litrə qədər qatı gübrə qarışdırılıb suyu minerallarla qidalandırıb suvarma suyuna, belə deyək də, suvarma suyu hazırlayır. Bax, bir dənə fotosunu göstərirəm sizə. Baklar bax bu şəkildə AB bakları olur. Bu şəkildə olur. Gübrə rasionunun hesablanması bu baklara nəzərdə tutulur. Yəni sulama davam edir. Sulama suyuna qoşulub xüsusi ayırlayıcı makinelərlə 1 ton suya 1 litr, 5 litr, 10 litr su qarışır, gübrə qarışır daha doğrusu və sulama suyu hazırlanır. Baklar fotoda gördüyün kimi düzülür. Biri A'dır, biri B bakıdır, 3-cü bakda olur. Orada pH ayarlayıcı olaraq asitli qarışıq su olur və o pH-ı tənzimləməkdən ötürüdür. Sulama linasına hər ton üçün bu baklardan vintillərlə ya kustar üsulundan vintil olur orada, ya da avtomatik makinalarla, yəni gübrə qarışdıran makinalar var. Həmin o makinalarla qarışdırılır, tələb olunan müəyyən isi var. Həmin isi əldə olunur, həm o şəkildə sulama aparılır. Baklanın AB olmasının yeganə səbəbi, yəni
Ola bilər ki, sual verirsin ki, niyə 2 dənə bakda, yəni bütün gübrələri bir bakada tökə bilərik ki, yox. Məsələ budur ki, bu 2 bakın olmasının yeganə səbəbi bir ortamda qarışdırılaraq saxlanılması mümkün olmayan gübrələr var. Hə, ola bilər bir bak istifadə edəsən, amma bir bakda bu dəqiqənin, bu saatın, bu günün gübrəsini hazırladın və 25-30 dəqiqə ərzində də onu istifadə edəməlisən, da saxlamaq imkanın yoxdur. Amma bu AB baklarında 200 ton sulama suyunun rasyonu tutulur. Və bu 5 gün, 10 gün, 1 həftə, 1 ay bəzən qida rasyonu olaraq istifadə